Hər birinizi Rəbbin ismi ilə, lütfü ilə salamlayıram. Rəbbə minnətdaram və şadam ki, bugün sizinlə Allahın sözünü bölüşə bilirəm. Sizə Allahın sözünü deyə bilirəm. Bu doğrudan da dəyərli bir vaxtı və dəyərli bir andır. Rəbbə həmd olsun. Bugün sizlərlə olacaq vəzim Davud Peyğəmbərin təqibləri, çətinlikləri və sınaqları haqqında olacaq. Və Davud Peyğəmbərin əslində müqəddəs kitaba baxanda bir çox çətinlikləri olub. O bu çətinliklərdə nələr edib və ya hansı vəziyyətlərə düşüb və bugün bizə əslində çox lazımdır. O da bizim kimi insan olub. Onun buynuzlu və ya qanadları olmayıb. O mələk olmayıb. Onun da etibar edib Allaha sığındığı vaxtlar olub. Onun da günah edib Allaha qarşı getdiyi vaxtlar olub. Bugün onun həyatında başlayan təqiblər, ağrılardan danışacaq və bunun bizə də əslində nə qədər aidiyyatı var, ona da baxacaq. Müqəddəs kitabın 1-ci Şamuel kitabından başlayanda biz görürük ki, Allah Davudu necə seçdi, necə onu yüksəltməyə başladı. Allah onun adını sanki dillərə saldı. Bizə belə dillərə dastan oldu. Onun adını dillərə saldı. Və onun ətrafına çox insanlar yığılmağa başladı. Və sonra bunu görən Şaul, hökmdar dövrün padşahı Şaul ona paxıllıq etməyə başladı. Və onu öldürməyə can atırdı. Halbuki keçən dəfə biz danışanda gördük ki, necə Allah Davud vasitəsilə İsraili və ümumiyyətlə padşah Şaulun hakimiyyətini biabırçılıqdan xilas elədi. Çünki günlərlə Qaliyat meydan oxuyurdu, amma heç kim ona qarşı döyüşə çıxmırdı. Və Davud Şaulu biabırçılıqdan qurtardı. Davudun məzmurları sayəsində əslində Şaul dinclik və rahatlıq tapırdı. Davud onun adı ilə döyüşlərə gedirdi və qələbələr qazanırdı. Və Rəbb ona qalibiyyətlər verirdi. Buna baxmayaq, Şaul Davudu öldürmək istəyir. Şaulun sanki bütün Şamuel kitabının 17-18-ci fəsillərindən sonra baxsaq, Şaulun həyatda bir məqsədi olur. Necə Davudu öldürsün? Əslində oturub bu yeri düşünəndə fikrimə belə bir fikir gəldi ki, beynimə. Həyatımızda bəzən elə insanlar olur ki, onlara etmədiyimiz yaxşılıqlar qalır. Bizə belə bir söz var, deyim var. Gözümüzün yağını yedizdirmək. Necə deyirlər? Belə. Həyatımızda bəzən elə insanlar olur ki, və olub və indi də var. Biz onlara etmədiyimiz yaxşılıq və vermədiyimiz dəyər yoxdur. Amma indi o insanlar bəzən bizə elə münasibət göstərirlər ki, elə bir ki, biz onlara yad insanlarıq. Və yaxud bizə heç hörmət də etmirlər. Və yaxud heç adi salamı belə adamdan əsirgəyirlər. Bəzən sən hər şey edirsən o insan üçün, amma özünü elə aparır ki, güya mən buna borcluyam belə etməyə. Yəqin ətrafımızda belə insanlar çoxdur. Və Davud da sanki bunu yaşayırdı. Amma əslində özümüzə sual verək, başqa bir tərəfindən də bunu baxaq. Özümüzə sual verək ki, biz necəyik belə situasiyada? Bizə edilən yaxşılıqları, bizə edilən dəyərli vaxtlarını verən insanları unuduruq, yoxsa onları həqiqətən dəyərləndirib və hər zaman minnətdarlıq bildiririk. Mənim həyatımda bəzi insanlar var ki, mən həyatım boyu o insanlara minnətdarım. Və bunu heç nə dəyişə bilməz. Hətta o insan dəyişib başqa insan olsa da, axı mən o insan deyiləm. Mən heç vaxt
o insanın mənə etdiyini unuda bilmərəm çətin vaxtlarımda. Hər birimiz bizə olunan yaxşılıqları qarşımızdakı insan kim olur olsun unutmamalıyıq. Bunu hər zaman dəyərləndirməliyik. Ola bilsin bizə qarşı belə deyirlər, amma gəlin biz belə olaq. Və biz görürük ki, ardıncan Davud Şauldan qaçır və yazıq gedir mağaraya sığınır. Müqəddəs kitabda yazılıb ki, o Adullam mağarasına sığınır, valideynləri belə onun yanına gəlir. Təsəvvür edirsiniz nə vəziyyətdədir ki, valideynləri də təqibə uğraya bilərdi deyə onun yanına gəlirlər və təsəvvür mağarada yaşayırlar. Çıxılmaz bir vəziyyətdir. Davud Zəbur 18:4-6-da görün nə deyir? Ətrafımı ölüm ipləri bürümüşdü. Məni əcəl selləri ürkütmüşdü. Ölülər diyarının ipləri mənə sarılmışdı. Ölüm kəməndləri məni qarşılamışdı. Əzab içində Rəbbə yalvardım. Allaha fəryad qopardım. O məbədindən səsimi eşitdi. Fəryadı huzuruna, onun qulağına yetdi. O Şauldan nə gələ biləcəyini çox yaxşı bilirdi. Şaul üçün artıq dəyərli heç nə yox idi. Davuda görə oğlunu öldürmək istəyən padşahdan artıq hər şeyi gözləmək olar. Onun üçün hakimiyyətdən başqa dəyərli heç nə yox idi. Bəzi insanlar var, bəlkə görmüşük. Onun üçün bu dünyada bəzi dəyərlər var ki, ondan başqa heç nə dəyərli deyil. Görün Şaul nə vəziyyətə düşmüşdü ki, Davud hansısa kahinlərin şəhərində olduğuna görə 70 dənə Allahın kahinini öldürtmüşdü bütpərəst vasitəsilə. Padşahın qoşunları şahinlərə əl qaldırmaq istəmirdi. Amma başqa bir bütpərəst kahinlərə əl qaldırıb 70 Allahın kahinini öldürür. Belə bir insandan artıq hər şey gözləmək olardı. Və biz bu Davudda görürük ki, onun ətrafında da artıq kənarda olan insanlar satqınlar idi. Çünki Davudun harada olduğunu satan bir insan var idi. Xainlər idi. Davudun burada, bu məzmurda insani hissləri irəli çıxır. Özünü çox pis hiss edir. Dəhşət ağrılar yaşayır. Kim həyatında çıxılmaz çətinlik vəziyyəti yaşayıbsa, Davudu çox yaxşı başa düşər. Bütün bu vəziyyətlərdə dəyərli Davud üçün bilirsiniz nə idi? Rəbbə etibarı itirməmək. Bütün bu vəziyyətdə Davud üçün dəyərli bilirsiniz nə idi? Dua etmək. Oturub rahat bir yerdə deyil. Yazıb ki, əzab içində Rəbbə dua elədim. Bütün bu vəziyyətlərdə o Allaha duasından əl çəkmirdi. Təkcə hər şey yaxşı gedəndə deyil. Hər şey pis gedəndə də Allahın əlini görmək və onda sevinç tapmaq çox vacibdir. Davud bu çıxılmaz vəziyyətdə belə Allahı izzətləndirirdi. O dərdlərini Allaha deyirdi. Amma bütün bunların yanında Allahı yüksəltməkdən də, ona izzət verməkdən də əl çəkmirdi. Hər vəziyyətə görə qani ola bilirdi. O bir ara sarayda yaşadı, amma kasıb qoyunlarla da yaşamışdı. İndi də mağarada yaşayırdı. Amma məzmurda görün nə deyir? 18-ci məzmurun sonraki ayələrində. 30-35. Allahın yolu kamildir. Rəbbin kəlamı safdır. Rəbb ona sığınanların sipəridir. Rəbdən başqa Allah kimdir ki, sual verir. Allahımızdan başqa qaya kimdir ki? Allah məni qüvvəsi ilə bürüyər, yolumu kamil edər. Ayaqlarımı maral ayaqları dək çevik edər, məni zirvələrdə saxlar. Əllərimə döyüş təlimi verər, qollarıma tunç kamanın yayını dartar. Sən mənə
qurtuluş qalxanı verdin, mənə sağ əlinlə dayaq oldum. Köməyinlə məni yüksəltdin. Bu vəziyyətdə bunları demək hər kişinin işi deyil. Görün o Allaha necə bu vəziyyətdə etibar edirdi. Pavel Filiplilərə məktubda 11-ci fəsil 4-cü ayədə deyir: "Ehtiyaca düşdüyüm üçün bunları söyləmirəm. Çünki hansı şəraitdə yaşasam, ondan razı qalmağa alışmışam." Bir bu yaxınları hekayə oxudum, sizlə bölüşmək istəyirdim. Optik sinir nevropatiyası diaqnozindən bir həftə sonra Simon adlı bir kişi bütün görmə qabiliyyətini itirir. O maşınını, evini və əksər əşyalarını satmaq, daha sonra isə pansionata köçmək məcburiyyətində qalır. Artıq müəllimlikdən uzaqlaşmışdı. İndi isə kör və zəif görən insanlara kömək edən Məsihçi xidməti Ümid Məşəli kitabının redaksiyasında da artıq işləyə bilməzdi. Onu işdən də çıxartmışdılar. Bütün bu sınaqlara baxmayaraq Simonun imanı parlayırdı. Dostları isə onun üzündə olan sevinç ifadəsini hər zaman görürdülər. O da həvari Pavel kimi dəyişkən vəziyyətlərə deyil, Məsihə olan münasibətdə razılıq tapmağı öyrənmişdi. Fiziki olaraq Simon artıq qaranlıqda yaşayırdı. Çünki görmürdü. Amma ruhən Məsihin həyata verdiyi işıq da o hər tərəfdən parıldayırdı. Pavel Filipləri təşviq edir ki, Rəbdə həmişə sevinin. Həmişə yalnız işlər yaxşı gedəndə deyil. Niyə? Çünki Rəbb yaxındır. Biz narahatlıqlarda, ehtiyaclıqlarda şükranla Allaha dua edib dərdlərimizi deyə bilərik. Bu isə bizə Allaha etibar etməyə və onun sülhündə yaşamağa əslində çox kömək edir. Üstəlik, çətinliklər və sınaqlar gələndə diqqətimizi həyatımıza hopmuş Allahın xeyirxahlığına yönəltmək vacibdir. Nə ilə üzləşsək belə, gəlin o Simon kimi Allahın xeyirxahlığı üzərində düşünək və Məsihin işığında yaşayaraq onu razı salmaq haqqında fikirləşək. Bu mətni oxuyanda axırında çox gözəl bir sual var idi. O sualı mən sizə də vermək istəyirəm. Hazırki çətinliklərində Allahın hansız xeyirxahlığı üçün ona şükr edə bilərsən? Çox vacib sualdır. Hər birimizin həyatında indi çətinliklər var. Bəlkə də illərlə davam edən. Amma bu vəziyyətdə Allahın hansı xeyirxahlığına görə şükr edə bilərik ona? Davud mağarada edirdi. Və Davud hətta 18-ci məzmurun 18-ci ayəsində görün nə deyir? Deyir, fəlakət günümdə qarşıma çıxdılar. Lakin Rəbb mənə dayaq oldu. O məni genişliyə çıxardı. Məndən razı qalıb, məni qurtardı. Baxın, o demirəm, mən yaxşı vəziyyətdə idim, üstümə gəldilər, mən hazır idim. Xeyr, o deyir ki, mən fəlakət günümdə qarşıma çıxdılar. Çox vaxt həmişə sınaqlar, bir sınaq qutarmamış, ikinci gəlir bəzən həyatımıza. Bəzən olur ki, bizim xalq kimi, bəzən millət kimi, bəzən insan cəmiyyəti kimi yıxılana balta vurmağa hazırıq. Əla alınır bəzən bu bizdə. Çox insanlar elə görmüşük, bəlkə həyatımızda da olub ki, yıxıldığın anda əl uzatmaq yerinə üzərbə balta ilə gəlib ki, səni vursun, əssin, tapdalasın və məhv eləsin. Və biz bunu əslində xeyirxah Samariya misalında da görürük. Yaralanan insana əl tutmaq əvəzinə hamı, xüsusən ibadət edən insanlar yanından düz keçib getdilər. Və biz görürük ki, Davud nə deyir bu vəziyyətdə? Rəbb mənə dayaq oldu. Həvari Pavel də bunun kimi deyir. Hamı deyir, mənə atıb getmişdi, amma Rəbb mənimlə idi. Rəbb mənə atmamışdı.
Rəbbin ardınca getməyi seçən insanlar bəzən həyatda mağarada qalırlar əslində. Hətta bir çox məsihçi liderlərin bir fikri var. Bir çox məsihçi liderlər çox vaxt tənha qalırlar və tək qalırlar. Əziyyət çəkirlər. Amma Rəbb həmişə hər birimizə, əzizlərim, dayaqdır. Bəzən özü gəlir dayaq olur, bəzən kimisə göndərir dayaq olur. Və müqəddəs kitabın Davudun həyatından biz görürük ki, ona dayaq olan bir insan var idi. Mən keçən dəfə bu haqda danışdım, Yonatan. O bütün sınaqlarında Davudun yanındaydı. Mən bu bir dəfə onun Davuda qarşı çıxdığını, sən düz eləmirsən dediyini görməmişim. Bir dəfə deməyib ki, Davud sən bu sınaqdasan, ağıllı nəsə danışsın. Xeyr, o sadəcə Davudun yanında olub, ona kömək etməyə hazır bir insan idi. O bilirdi ki, o padşah olmayacaq Şauldan sonra, baxmayaraq onun oğluydu. Amma yenə də onun üçün dəyərli dostluqdan başqa, qardaşlıqdan başqa heç nə yox idi. Bu çox vacibdir. İsa Məsih Getsemaniya bağında dua eləyəndə və əskərlər gələndə hamı qaçdı. Hətta Mark müjdəsində bilirsiniz nə yazılıb? Bir nəfər lüt qaçdı. Qorxudan. Və əziz qardaşım və bacım, bugün hansımızsa Davud ola bilərik və biz özümüzə sual verək. Qardaşım, bacım Davud olanda, mağarada olanda mən Yonatan ola bilirəm. Həmişə insana çətin olanda biz bilirik ki, hər şeyi itirəndə biz bilirik ki, həyatımızda kim həqiqətən kimdir. Dostluqlar da, ailə də, yaxınlar da dar gündə bilinir. Yonatan böyük ürəyə malik bir insan idi. Dəyərli qardaş, bacılar, gəlin biz də Allahdan belə ürəyimiz olmasını istəyək. Əgər həqiqətən də belə ürəyimiz varsa, biz bəxtəvərik. Və görürük ki, sonra Davud 1 Şamuel 23:14-də yazılıb ki, Davud çöllükdə, qalalarda qalıb, Zif səhrasının dağlıq bölgəsində yaşadı. Şaul hər gün yazılıb Davudu axtarırdı. Lakin Allah onu Şaula təslim etmədi. Hər gün Şaul Davudu axtarırdı. Uzun bir müddət o boyda padşah kiçik bir insanı axtarıb onu öldürmək istəyir. Və Davud bu dəfə səhraya qaçır. Zəbur 63:1. Görün Davud nə deyir? Ey Allah, mənim Allahım sənsən. Sənin üçün yaman qəribsəmişəm. Quraq, cansıxıcı, susuz bir diyarda sənsiz könlüm susuzdur. Bütün varlığımla həsrətini çəkirəm. Müqəddəs yerdə səni seyr edirdim. Qüdrətini, əzəmətini görürdüm. Davud burada necə yorulduğunu biruzə verir. Necə əziyyət çəkdiyini biruzə verir. Darıxır hüzur çadırı üçün, ibadət üçün. O keçmişdə ibadət anlarını xatırlayır. Allahın hüzurunda rahat, uzun vaxt keçirdiyini xatırlayır. İndi uzaq düşdüyünü anlayır. Sanki Allahın hüzurunu, sevgisini itirməyin ağrısını yaşayır. Bütün varlığı ilə yazılıb həsrət çəkir. O hüzuru görə bilmir. Uzaq düşüb. Dəhşət həsrət çəkir. Bilirsiniz, həmişə yaxınını itirən insan necə həsrət çəkir? Bilir ki, artıq o geri dönməyəcək. Və Davud sanki belə həsrət ağrı ilə yaşayırdı. Səhra, quraqlıq, heç nə yoxdur. Amma baxın görün, bu vəziyyətdə belə o nə deyir? 63-cü məzmur 5-ci ayə.
Sanki yağlı yeməklə canım tox olacaq. Dilim səni məth edəcək. Ağzım həmd oxuyacaq. Yatanda belə səni xatırlayıram. Gecə növbələrində səni düşünürəm. O, Rəbbi düşünür. İmanını itirməyib. Baxmayaraq bugün səhra, sabah meşə, o biri gün mağara, o biri gün çöllük. Uzun vaxtdır. Bir gün deyil, 2 gün deyil, 5 gün deyil, 10 gün deyil, aylarla. Və bu vəziyyətdə belə o deyir, dilim səni məth edəcək. Səni düşünəcəm. Hətta gecə növbələri o yatmama vaxtıdır. Rahat yatmayanda belə Rəbbi düşünürdü. Çünki bu vəziyyətlərdə ona təsəlli verən, içinə rahatlıq kimi, sərin su kimi sərpilən Rəbbi düşünərək onu həyatında olduğunu görmək idi. Davud çox möhkəmlənib, çox böyüyüb artıq ruhən. Artıq Şaulun yanına gələn o gənc deyil sadəcə. Artıq çətinliklərdə, döyüşlərdə, ac, tox olmaqda, yaralanmaqda böyüyən bir şəxsdir. Olub həyatınızda ruhan quraqlıq, olub həyatınızda dərin su quyularına düşmüsən, hər şeyi itirmiş kimi hiss eləmisən və belə yaşamısan, olubmu həsrət çəkmisən Allahın huzuru üçün, onda keçirdiyin gözəl vaxt üçün, onun ruhu ilə dolduğun üçün. Əgər indi səhrada və ya mağaradasansa, Rəbbə duadan və fəryaddan əl çəkmə. Həm əzablarını ona bəlkə göz yaşı içində fəryadla danış. Bilirsiniz, bir çox vaxt bu çətinliklər böyüməyimiz üçün bir təkandır. Bəzən göz yaşlarımız Rəbbi daha yaxın olmaq üçün bir yoldur. Bəzən həsrətlə Allahın üzünü axtarmağımız onun üçün susadığımızı göstərən bir andır. Heç vaxt həyatımız stabil olmayacaq. Hər zaman həyatımız enişli, yoxuşlu olacaq. Əgər stabildirsə, heç nə baş vermirsə, bu ölü insanın həyatı belə ola bilər. Bunlar bizi ruhən, mənəvi böyüdəcək. Allaha yaxınlaşdıracaq və başqa yeni bir insan edəcək. Amma belə vəziyyətdə minnətdar olmağı da unutmayın. Allahı izzətləndirməyi də unutmayın. Çünki bilirəm çətindir bu anlarda. Amma demək biz Rəbbin ruhu ilə buna bacararıq. Bilirsiniz, Davudun həyatından bu gözəllikləri danışdıq. Amma təqiblər vaxtı onda hər şey yağ kimi getmirdi. O ruhən hər dəfə Allaha yaxınlaşmırdı. Onun da etdiyi səhvlər var. Həmin anlarda onun etdiyi bir səhv var idi. Mən istərdim onu müqəddəs kitabdan oxuyum. 1 Şamuel 21, 12, 15. Hər dəfə bu yerləri oxuyanda deyirəm, bu boyda insan niyə belə bir hərəkət edib? Davud bu sözləri ürəyinə salıb, Qad padşahı Akişdən çox qorxdu. Onların qarşısında görkəmini dəyişdirdi və yanlarında özünü dəli kimi göstərərək darvazanın qapısının taylarını cırmaqladı və ağzının suyunu saqqalına axıtdı. Akış əyanlarına dedi, bax görürsünüz bu adam dəlidir. Nə üçün bunu mənə yanıma gətirmisiniz? Mənim dəlilərim əskikdir ki, qarşımda dəlilik etmək üçün bunu da gətirdiniz. Heç belə adam da mənim evimə girərmi? Əlbəttə, burada Davudun etdiyi heç Davuda yaraşmır. Amma əzizim, dayan. İndi ürəyində o dəqiqə Davudu ittiham etmə və mühakimə etmə. Sən və mən qorxunun qarşısında olanda necə reaksiya verərdik? Ona görə heç vaxt müqəddəs kitabdan və yaxud insan həyatından
Heç kimi mühakimə etməyin. Mühakimə edən Allahdır. Əgər mən o vəziyyətdə deyiləmsə, heç kim deyə bilməz ki, mən nə reaksiya verərəm. Qorxu elə bir şeydir ki, o insanı paraliz edir. İnsanı iflic eləyir. Mən sizə həqiqəti deyirəm. Elə günahlar var ki, sən ondan rahat keçə bilərsən. Amma qorxu bəzən elə insanı iflic eləyir ki, etdiyin hərəkəti, düşüncəni, ağzından çıxan sözü belə bilmirsən ki, sən nə etdin? Sonra oturub kənardan özünə baxanda, oyda mən nələr dedim burada bu vəziyyətdə? Mən nə bu hərəkəti etdim? Və Davud da gedib Akşin yanına, Qalyatın qılıncı əlində, Akşı görür, qorxur, özünü itirir, insan kimi bu vəziyyətdən çıxış axtarır və başlayır belə-belə hərəkətlər eləməyə. O dövrdə ağzının suyunu saqqalva axıtmaq bu çox səviyyəsiz bir hərəkət idi. Şərq mədəniyyətində. Və birinci özü nəsə etməyə çalışır. Amma sonra 56-cı məzmurda bu haqda deyir ki, Davud vəziyyətini anlayır, düşmənlərinin çoxluğunu anlayır, vəziyyətdən çıxış yolunu Rəbbə etibar etmək olduğunu anlayır və özü etməməli idi nəyisə. Və biz də bəzən əslində belə olmuruqmu? Düşürük vəziyyətlərə və birinci düşüncəmiz necə mən bu vəziyyətdən çıxaramdır? Mən necə yaxşı sözlər deyərəm ki, bu vəziyyətdən çıxım. O anda dayanıb düşünmürük ki, Rəbb nə istəyir indi məndən bu vəziyyətdə? Görürsünüz? Elə bil ki, bu adam deyildi ki, o boyda Qalyafın qabağına çıxmışdı. Elə bil ki, bu anda o adam deyildi ki, o Qalyatı bir sapandın daşı ilə vurub yıxmışdı. Elə bil o adam deyildi ki, bütün İsrailə bir hərəkəti ilə böyük qalibiyyət gətirmişdi. Yan-yana qoysan deyərsən, bunlar fərqli adamdır. Amma biz insanıq. Ona görə heç birimizi ittiham, mühakimə etməyək. Çünki onu edən Rəbbdir ancaq. Başa düşməyə çalışaq və kömək edək qardaş bacımızın pis vəziyyətində o vəziyyətlərdən çıxsın. İttiham etməklə biz heç kimə heç bir kömək eləyə bilməyəcəyik. Və əgər sən günah etmisənsə və hansısa situasiyadan, sınaqdan pis çıxmısansa, yenə də bu vəziyyətləri Rəbbə gətir. Ona etiraf et. Rəbb səni qəbul edib bağışlayacaq. Həvarilər İsa Məsihi hamısı tərk etdi. Amma İsa Məsih diriləndən sonra nə etdi? Hamısını çağırdı, cəzalandırdı. Siz başınızı oynatacağım dedi. Utanmırsınız, hamınız mənə xəyanət etdiniz. Biriniz nə bilim inkar etdiniz, nə bilim o biriniz lüt qaçdınız, o biriniz nə bilim hamınız qaçdınız getdiniz. Biriniz də mənlə qalmadı. İsa Məsih belə dedi onlara. Heç birinə demədi. Deməyə haqqı da var idi, amma etmədi. İsa Məsih onları bağışladı. Demək olar, heç yadlarına da salmadı ki, sən mənə atıb getdin ha. Ona görə də biz bugün İsa Məsihin huzuruna etdiyimizlə gəliriksə, etiraf ediriksə, Rəbb bizi bağışlayır. Əziz dostum, hansı ki, heç vaxt İsa Məsihə ürəyini verməmisən. Gəl, keç şübhələrdən, kənara qoy və tam ürəyini İsa Məsihə ver. O zaman İsa Məsih sənin həyatının rəhbəri olacaq. O zaman İsa Məsih sənin həyatını aparacaq. Çünki o ölü qalan şəxs deyil. O ölümə qalib gəlib. Bizi də dirildən şəxsdir. Qoy Rəbb hər birinizə xeyir dua versin. Ona möhkəm yapışıb qalmağa bizə kömək etsin. Amin. Rəbbin lütfü sizin olsun.